Salam dostlar, xoş gördük sizləri. Deməli, mən bu saytı paylaşmışdım, sorğular keçirilib pul qazanmaq. Yəni siz birinci qeyddən keçəndə sizə orada sorğular verəcək. Özünüz görəcəksiniz, aşağı hissədə var. Onları düzgün şəkildə doldurursunuz. Yəni nə sorğu verir, sual verirsə, onları düzgün şəkildə doldurursunuz. Həmin an 2 manat balanslı pul keçəcək. Üzrlü sanksiyasını tutqundum. Bax, qeyddən toz keçdiniz. Mən keçmişəm deyənə. Məndə hazırdır. Baxın, məndə ki 12 manat 63 qəpik pulum var. 10 manatın çıxarış vermişəm, gələcək. Deməli, burada bax, sorğular göstərilir. O sorğuları vurursunuz, sorğulardan keçirsiniz. Məsələn, 3 dəqiqəlik sorğu verə bilər, nə bilim, 7 dəqiqəlik sorğu verəndə 1 manat gəlir, 3 dəqiqəlik sorğu verəndə 30 qəpik, 20 qəpik gəlir. Plus dost dəvəti qazana bilərsiniz. Telegram kanallarına abunə olursunuz, oradan qazana bilirsiniz. Yəni, beləsinə qazancılar gəlir. Baxın, bunlar mənim sorğularımdır. İştirak edin sorğulardır. Bunlar sorğular çox rahat. Yəni, linkin üzərinə vurdunuz, axıra kimi gedin. Düzbət çətin olur, nə qeyddən keçmək, Gmail kod gəlir, telefona kod gəlir. Tam rəsmidir, yəni ora gəlir kodlar hamısı. Ona görə, yəni onların hamısı səbirlə yerinə yetirin, sonra başlayın qazanmağa. Bura heç bir ödəniş, heç bir pul atmırsınız, yəni deyə biləsiniz. Heç bir ödəniş tez yoxdur. Deməli, belə eləyirəm. Gəldim bura, baxın, burada mənim balansımdır. Mən sadəcə pul çıxarışı vermişəm. Bax, gördüyünüz kimi pul çıxarışı vermişəm, yazır ki, nəzərdən keçirilir. 10 manat 3 qəpik nəzərdən keçirilir. Harısı 14 iş gün ərzində köçməlidir balansıma. Yəni daha doğrusu nömrə bilmirəm, M10-a keçəcək yoxsa konto kimi köçəcək də, yəni belə bir pul köçəcək. Rahat istifadə edirsiniz. Dostun gətir var burada. Bu dostun gətirə vurursan, linki kopyalayırsan, atırsan dostuna, dostun gəlir, sənə 1 manat 30 qəpik gəlir balansı qeyddən keçəndən sonra. Sonra sorğulara daxil olursunuz. İndi sorğu məndə yoxdur da, sorğu olanda bura gəlir ki, sorğuda iştirak elə. Mən yəni həqiqətən deyirəm, yaxşıdır. Boş vaxt olanda girib rahat baxa bilirsiniz. Kim istəsə girsin, rahat qeyddən keçsin, baxsın. Boş vaxt olanda yəni sorğudan iştirak eləyin, yavaş-yavaş qazanc əldə gəlsin sizə. Yəni indi 2-3 gündən bir 30 qəpik ola bilər, 1 manat ola bilər. Baxırda vəziyyətə 20 qəpiklik sual ola bilər, 30 qəpiklik olur, 1 manatlıq olur. Sorğulara iştirak edirsiniz, rahat şəkildə gəlir. Kim istəsə ki, rahat keçsin, qeydətdən istifadə eləsin. Əlavə sözü sual olan mənə yaza bilər. Qeydət linkini də paylaşacağam. Yəni deyirəm, qeydət linkini açıqlama bölümündə, bir də ki, rəy bölümündə olacaq. Yəni kim qeydət linkini görməsə, bir dənə mənə mesaj yazsın deyim. Deməli, WhatsApp nömrəmi də paylaşacağam. Orada da yaza bilərsiniz mənə. Əlavə qeydət linkini də paylaşacağam. Həm açıqlama bölümündə, həm də rəy bölümündə WhatsApp nömrəmdə bir də qeydət linki olacaq. Bax, göz 2 azim köçürülmüşdü yazır. Yəni 2 qeyddən keçəndən sonra tam keçdiniz, hər şeyi qaydasında elədiniz, belə deyim də, o profilinizi tamamladınız, ad, soyad, nə bilim nə. Sonra orada 2 dənə sorğu gəlir, onlar tamamladınız, sizə avtomatik 2 manat pul keçəcək balansınıza. Onunla ki, yavaş-yavaş 10 manat eləyəndən sonra çıxarda bilirsiniz. Mən indi 10 manat çıxartdım, bir də baxdım 12 manat olub. Yəni dost dəvətimdə gəlib kiməsə 2 nəfər. Buna görə 12 manat olub. İndi 10 manat keçəcək balansıma, 2 manat da qalır orada, sonra yəni yığıb götürəcəm onu. Yəni rahatdır, rahat şəkildə istifadə edirsiniz. Burada balansda daxil olub baxırıq. Bax, dostun dəvət edilməsi 1.30, bax, sorğuda iştirak 20 qəpik, sonra sorğuda iştirak 1 manat, 20 qəpik, dost dəvəti 1.30, dost dəvəti 50 qəpik gəlir. Bax, beləsindən gəlir. Kimsə nəsə sözü, sual olsa, WhatsApp nömrəmə də yaza bilər, plus da ki, qeyddən keçə də bilər. Əlavə olaraq da kim TikTokda ucuz jeton almaq istəyirsə, qeydət linki var məndə. Elə WhatsApp nömrəmə yazın, sizə mesaj gələcək orada.